Görünüşü ilə orijinalına çox yaxın, qiyməti isə dəfələrlə ucuzdur. Söhbət son aylar bazarlarda geniş yayılan saxta ehtiyat hissələrindən gedir. Usta Renat Süleymanov deyir ki, əvvəllər orijinal olmayan ehtiyat hissələrinə təsadüfən rast gəlinirdisə, hazırda vəziyyət tam əksinədir. Keyfiyyəti zəif, qiyməti ucuz olan bu detallar alıcılara adətən orijinal adı ilə satılır. Hətta bəzən inandırıcı olması üçün qiyməti də yüksək deyilir. Orijinalla dublikatın seçilməyi bilinmir. Yəni bu barədə konkret olaraq biz ustalar və müştərilər əziyyət çəkirik. Çünki hansı ki detal olur ki, məsəl üçün bizim servisdə 70 manat, 80 manat olan bir detal, bazarda o detalı 20 manat, 15 manat məbləğində verirlər ki, o detalı da müştəri alır, gətirir, ustaya verir, usta da avtomobilin üzərinə yerləşdirir və o barədə başlayır problem yaşamağa. Keyfiyyətsiz detalı orijinal qiymətinə satılması bizim sistemdə daha çox yaşanılır. Bu əsasən də ustalarımız tərəfindən baş verir. Bugünkü gündə bazarın 70-80% bu vəziyyətdədir. Usta deyir ki, keyfiyyətsiz detalların avtomobillərə vurduğu zərər də çox olur. Belə ki, ucuz qiymətə alınan ehtiyat hissəsi sürücünü minlərlə manat ziyana sala bilər. Avtomobilin natiyaj telinin hissəsindən yağ çıxır. Bu o deməkdir ki, natiyaj tel defektdir. Buradan yağı, belə deyim ki, axıntısı daha çox baş verir və avtomobildə yağın təzyiqi düşüb aşağı. Və nəticədə val problem yaranıb, qladışlar problem yaranıb və digər yağ sisteminə aid detallar problem yaranıb ki, bugünkü gündə müştəri hər birini yenisi ilə əvəz edib 2000 manat məbləğində xərc çəkib. Müsahibimiz bildirib ki, hazırda saxta detallar daha çox mühərrikin işlək hissələri və avtomobilin alt sisteminə aid olan qismi əhatə edir. Alışdırma şamı var ki, keçən səfər müştəri alıb gətirib, sadəcə olaraq kardonun üzərində olan bir dənə rəqəm fərqlidir. Yəni ona görə də bu dublikat sayılır, o orijinal sayılır. Ona da yəni gərək diqqətlə nəzərə keçirdəsiniz ki, siz aldanmayasınız. Hal-hazırda mühərrikin daxili detallarında daha çox bu cür problemlər yaranır ki, yəni salnik sistemi istər salnik sistemi olsun, istər digər bir detal olsun. Renat Süleymanov onu da əlavə edib ki, problemin köklü həlli hələ ki mümkün görünmür. Ehtiyat hissəsi alarkən usta ilə məsləhətləşmək tövsiyə edilir. Xələf Xələfov, Ramil İbrahimov, İlham Kərəyeva, Xəbər Ertəsi.